Tindən salam. Şükür Allaha atam. Müharibə qutardı. İsrail İranı vurdu. İran da qeydib İsraili. Sonra bu İsrailin böyüyü Amerika gözə görünməyən, radara düşməyən qırıcısı ilə gəlib İranın 1-2-3 dənə yerini vurub, çıxıb getdi. Erməni ilə Rus tumanlarını başda keçirdi ki, güya o təyyarə bizim üstümüzdən keçir. Hala, mən deyən, bizim üstümüzdən keçsəydi, radara düşərdi. 2 bal, 80 manat da cərimə olardı. Deyirəm, qurban olma Allaha, görünüz ölkədə yaşayırıq. Yuxarıda atırlar, aşağıda da atırlar. Bizdə sakitçilikdir də. Yox, elə burada da atırlar. Məmurlar kasıblara. Dinliyor, tinimiz düzdür. Sizə kimdən danışım? Patamdartın keçmiş bələdiyyəsi Təzəxan Məmmədovdan. Təzəxan müəllim, mağul təzə gələndə təzə xanlıq yaratmaq istədin ha. Sonra gördün, yox, xanlıq dövrüdür. Bələdiyyədən qabaq makler idin. Öz aramızdır. Elə bələdiyyə vaxtı da çalan torpaq satdın ha. İndi də bələdiyyənin icra aparatının sədrisən də. Mənə bax hala, mən də Patamdartda qalam. Küçəndə asfalt yoxdur. Deyirlər, bələdiyyə olduğun vaxt asfaltın pulunu bələmisən. Allah bilir, bəlkə də kiməsə torpaq pay verib, ora tökdürmüsən. Mənə bax, mən Bakıda qalam, mən asfalt görmüşəm. Gən də istəyirəm asfalt görüm küçəmdə. Dinliyor, tinimiz düzdür. Gördünüz də, Seyid Yəhya Bakuvinin qəbrinin üstündə verdilər konsert. Belələrinə bir dənə sualım var. Hala, mən deyənlər, sizin babamızın qəbrinin üstündə konsert zad versələr, xoşunuza gələr? Mənə elə gəlir belənçinələri, nə babalarının qədrini, nə də qəbrini bilmirlər ki. Belə şey eləyəndə biraz başınızı işlədin. Əgər başınız varsa, atan balası, bunların verdikləri konsert nə qədər dəyərli olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.